Salam əleyküm əziz insanlar. Danışmaq mənim üçün get-gedə çətinləşir. Çünki belə deyim də, sözlərlə dərk etdiyimiz həqiqəti ifadə eləmək çox çətindir. Biz öz yaradıcı fikirlərimizi bəzən daxilimizdə baş verən düşüncə prosesini reallıq, həqiqəti əks etdirirmiş kimi qavrayan bir rejimdəyik. Bu rejimə əsasən biz düşünürük ki, ağlımıza gələn bütün fikirlər, bütün deməyək, yəni çoxsu ən azından mənim təcrübəmə əsaslanmış fikirlər, düşüncələr həqiqəti əks etdirir. Reallıq isə göstərir ki, bu belə deyil. Bunların həqiqətlə heç bir əlaqəsi yoxdur. Hamısı yalandır. Yalandan ibarət olan şeylərdir. Yəni, sözlərlə həqiqəti ifadə eləmək, məhz həqiqətdən danışmaq, başqa mövzulara toxunmamaq çətindir. Ona görə mən çalışacağım ki, başqa mövzulara toxunaraq həqiqəti sizlərə çatdıra bilim yenidən. Videolar çox az çıxır, çünki artıq mənim içimdə həmin o enerji yoxdur, tükənmişlik də yoxdur. Sadəcə həqiqətin qavrayışı var ki, bu həqiqət heç kəsə lazım deyil. Görürsünüz, insanlar sosial şəbəkədə başqa fərqli mövzuları neyirlər? Qavramağa çalışırlar, yeyirlər. Bizim dilimizlə desək, onlara elə gəlir ki, analiz eləyirlər, amma onlar sadəcə emosional olaraq bu mövzuları həzz eləyib, onlardan özlərinə və öz psixoloji tələbatlarına uyğun olaraq emosiyaları çıxarmağa çalışırlar. Kimsə həzzi çıxardır, kimsə kefi çıxardır, kimsə sadizmi, mazoxizmi çıxardır, kimsə aqressiyanı çıxardır, kimsə fərqli şeylər. Yəni, kimin psixologiyası Carl Gustav Jung'a görə kölgəsi nəyə ehtiyac duyursa, onu da çıxardır. Çünki Jung'un dediyinə görə biz çoxumuz kölgədən xəbərsizik və kölgəmizin bizə nə demək istədiyini, nədən ibarət olduğunu bilmirik. Görürsünüz, məsələn, Instagramda həmin bu aktyorun paylaşdığı qısa video rolika görə insanlar bir-birlərini nə edir? Yəni, insanlar yenə də əsas səbəbləri, əsas problemləri kənarda qoymağı seçir. Bir Fritz Perls adında Yahudi əsilli Alman psixiatr var idi. O deyir ki, insanlar hər zaman həqiqəti görməyə hazırdılar. Sadəcə hər zaman həqiqəti görməməyi seçirlər. Yəni, burada böyük problemlər varsa, sizlər niyə diqqətinizi bu problemlərdən yayındırırsınız və hansısa heç böyük qabiliyyəti, talantı olmayan bir aktyorun çəkdiyi video rolika fikir verirsiniz və bu barədə fikirlər, düşüncələri üyüdürsünüz. Çünki bu müasir dillə desək, hype'dır, vibe'dır. İnsanlar belə şeylərlə öz diqqətlərini yayındırmağı xoşlayır. Və sən anlayanda ki, sənin çatdırdığın həqiqət artıq heç kəsə lazım deyil ki, Instagram və s. sosial şəbəkələr artıq yalançı müəllimlərlə doludur. Onların da çoxlu sayda takipçiləri var. Sən görürsən ki, həqiqət heç kəsə həqiqətən də lazım deyil. YouTube platformasında mənim 600-ə yaxın videom var və abunəçilərin sayı mini də keçmədi. Çünki mənim çatdırdığım həqiqətlər, məlumatlar, acımasız həqiqətlərin sizə çatdırılması idi mövzusu. İnsanlar bunu qəbul eləmədi. İnsanlar dedi, yox, biz istəmirik, bizə lazım deyil. Sən bizə yalan danış. Sən bizə xoşbəxt olmağın yollarından danış. Sən bizə problemlərdən qaçmağın yollarından danış. Sən bizə bizim üçün
Bu realitede yaşamak için yeni bir yalan uydurmuş ol. Bize yeni yalanın modelini getir. Sen bize həqiqəti çatdırma. Ama İsa Peygamber demişti ki, yalnız həqiqət sizi azad eləyəcək. Ve artık ona göre de video çekme isteği məndə yoxdur. Aylarla yoxdur. Elə belə çəkirəm. Fikrim de yoxdur ki, kimsəyə eşitsin, kimsəyə eşitməsin, kimsə qulaq assın, qulaq asmasın. Yəni mənə maraqlı deyil. Mənim çatdırmaq istədiyim həqiqət odur ki, sənin içində bir şey belə yoxdur. Bu dini kitablardır oxuduğun, fəlsəfi kitablardır, baxdığın videolardır, dinlədiyin coachlardır, psixoloqlardır vesaire vesaire tipajda olan müdrik saydığın, bilikli saydığın insanlardır. Bunların heç birisi sənə Azərbaycanda, məhz Azərbaycanda həqiqəti çatdırmır. Çünki bunların hamısının dedikləri sözlər həqiqət kimi çatdırdığı fikirlər hamısı mənlik ideyasının reallığında sütunlaşır. Mən isə o həqiqəti çatdırırım ki, mənlik deyə bir şey yoxdur. Fiziki bədəndə bütün proseslər, ürəkdən tutmuş həzm etmə sisteminə, nəfəs alma, yəni lingvistika, boğazın tərpənməsi, qulaqların eşitməsi, gözlərin görməsi, əllərin hərəkət etməsi, sinapslar, beyində baş verən proseslər hamısı öz-özünə baş verir. Mənlik iştirak eləmir bu prosesdə. Bədəndə bütün proseslər öz-özünə baş verir. Sən hansısa bir prosesdə iştirak eləyirsənmi? Sən dırnağının böyüyüb böyümeməsində iştirak eləyirsənmi? Sən əlini belə qaldıranda sən qərar verirsən ki, əlini qaldırırsan, ya o öz-özünə qalxır. Beyində baş verən impuls, əli qaldırmaq impulsu sənin yaranan fikrindən əvvəl baş verir. Bu nə deməkdir? Bu o deməkdir ki, müdriklər həmin bu rejimdə yaşayır. Nə rejimidir bu? Hər şey Allaha görə baş verir. Yəni nə baş verdisə Allaha görə oldu. Xəstəliyi olsun, əzab olsun və s. Bu coachlar, psixiatrlar, filosoflar sizlərə əzablardan qaçmağı öyrədir. Əsl müdrik sizə əzablardan qaçmamağı öyrədəcək. Əsl müdrik sizə bir filosof kimi başa salmayacaq ki, otur gör əzab sənə nəyi başa salır. Əzab sənə nəyi öyrədir. Dua elə, namaz qıl, meditasiya elə, onu elə, bunu elə. Anlamağa çalış ki, əzab sənə nəyi başa salır. Əzab Allahın verdiyi dərs. Bir psixoloq qadın deyir ki, əzab Allahın verdiyi bir dərsdir. Hər birimiz Allahdan bir dərs alırıq. Bu insanı mənə dərs üçün göndəriblər, bunu bunun üçün göndəriblər. Bunlar sadəcə ağlın özünü sakitləşdirməsi üçün uydurduğu ehtimallardır. Ağıl heç nə bilmir və sadəcə özünü sakitləşdirmək üçün ona sunulan, ona təklif edilən konsepsiyaları, konseptual düşüncələri bir yerə birləşdirərək onlardan bir karkas yaradır. Və bu karkasla nə edir? Naməlum reallıqdan özünü qorumağa çalışır. Reallıq hər zaman dərk edilməzdir, mistikdir, naməlumdur. Sən deyəndə ki, bax bu budur, bir saniyə sonra görsən ki, bu deyil. İnsanlar düşünür ki, böyümək, yəni sən böyüyürsənsə, sənin fikirlərin dəyişirsə, sən deməli müdrikləşirsən. Dırnaqları kəsmək məgər müdrikləşməkdir? Yox. Fikirlərin dəyişilməsi də, baxış bucağının dəyişilməsi də sadəcə oyunda gedən evolüsiya və involüsiya prosesidir. Yəni ki, təkamül prosesidir. İnvolüsiya da təkamülün aşağı düşmə prosesidir. Vəssalam. Oyundur. Bugün sən, bu düşüncədəsən, 10 ildən sonra başqa cürə baxacaqsan. Amma bu o demək deyil ki, sən güya ki oturdun, 10 il əvvəl olan səhvlərini başa düşdün, indi sən müdrikləşdin. Yox, bu sadəcə baxış bucağının
fikirlərin dəyişilməsidir. Fikirlər dəyişilərək sən müdrik olmursan. Bu müdriklük demək deyil. Bəzi filosof, məsələn, həmin bu Müşfiq adında bir filosof deyir ki, Budda xoşbəxtliyin təbliğatçısıydı. Yəni şərq fəlsəfəsindən xoşu gəlir. Niyə insanlar onunla mübahisə eləyə bilmir? Çünki onların şərq fəlsəfəsindən, onun dediyi şərq fəlsəfəsindən başları çıxmır. Onlar qərb metodikasından və zehnindən istifadə edirlər və Azərbaycan məntiqi ilə ona söz deməyə çalışırlar. Bu isə işləyən bir şey deyil. Sən gərək şərq fəlsəfəsindən başın çıxa, bu bir, ikincisi də ki, öz içində həqiqəti dərk etmiş olasın. Buddanı tərifləyən insana demək lazımdır ki, Buddanın ilk yaydığı 4 həqiqətdən insana çatdırdığı birinci həqiqət nədir? O həqiqətdir ki, həyat əzabdır. Bu necə xoşbəxtlikdən danışa bilər? Xoşbəxtlik, həyatda xoşbəxtlik yaşamaq deyil. Xoşbəxtlik, qulaq asın, xoşbəxtlik, azad iradə nədir? Bunlardan azad olmaqdır. Xoşbəxtlik, xoşbəxt olmaq istəyindən azad olmaqdır. Azad iradə seçim haqqının olub olmamasından azad olmaqdır. Anladınız mı? Bu əlavə yükün qaldırılması deməkdir. Bu həyat qatarında sən qatardasansa yükləri qoymalısan qatara, qatar özü daşımalıdır. Biz isə ictimai cəmiyyətdə yaşayan varlıqlar və cəmiyyətin yalanlarını mənimsəmiş varlıqlar olaraq hər hansısa bir cəmiyyətdə, toplumda yaşayırıqsa onların yalanlarını mənimsəyirik. Düşünürük ki, bu məsuliyyəti biz daşımalıyıq. Quranda deyilir ki, məsələn, Allah Taala məsuliyyəti verdi. Allah Taala heç kəsə məsuliyyəti verməyib. Sadəcə biz öz yanlış diskursiv ağlımızla naməlum reallığın naməlumluğunu qəbul etməyərək, onu konseptuallaşdıraraq, ideallaşdıraraq, ideyaların, ağlımızın ürütdüyü ideyaların gerçəkliyi əks etdirdiyini düşünərək neynədik? Başladıq yükləri öz başımızın üstündə daşımağa. Ona görə Friedrich Nietzsche deyir ki, insana yaşamaq çətindir. Çünki insan yük daşıyır. Nominal olaraq da burada heç nə yoxdur əslində. Beyindir, kürədir və s. Belə daşıyırıq, şuurumuzda daşıyırıq. O biri videoda da qeyd eləmişəm ki, 2 şuur var. Psixoloji şuur, Freud, Jung, şuursuzluq, şuuraltı və s. Şuur bilikdir, bilinç deməkdir. Yəni, indi isə bunun necə baş verdiyini sizə başa salım ki, şuur necə yarandı? Psixoloji şuur necə yarandı? Məhz elmdə, biologiyada danışanda psixoloji şuurdan danışır. O əsl şuur, bərabərdir, ruh sinonim olan şuurdan danışa bilmir. Bu necə yarandı? Bizlər hominid kimi, homo erectus kimi 200 min il əvvəl ağaclarda yaşayırdıq. Və düşürdük cəmi hardasa bir 5 dəqiqə gəzirdik, nəsə tapırdıq, yeyirdik, su içirdik, qalxırdıq tez bazar ağacı. Çünki heyvanlardan qorxurduq. Belə-belə yaşaya-yaşaya sonra Odalov gəldi, heyvanlara qarşı çıxmağa başladıq. Və bizdə bir düşüncə yaranmağa başladı. Görəsən biz kimik? Kimik biz? Əvvəl biz özümüzü Lao Xuanzının Daosizm əsərində dediyi kimi, Lao Tzu Xuanzı dediyi kimi, insanlar təbiətlə vəhdətdə idilər. Yəni, Quran bizə deyir ki, monoteist dinlər bizə deyir ki, güya ki biz fərqliyik digər canlılardan, güya ki Allah Taala iyerarxiya qurub. Biz kimik ki Allah Taala bizə görə cənnəti, cəhənnəmi yaratsın? Biz kimik ki Allah Taala bizə görə bu reallığı qursun? Bu sadəcə bizim konseptual Allah və onun haqqında olan düşüncələrimizdir. Bu qədər. Başa düşdünüz?
Biz heç kimik ki, bizə görə Allah kimsə nəsə eləsin. Allah var, amma ki, o bizə görə işini eləmir. Deməli, nə baş verdi burada? İnsanlar oturub, mən kiməm sualını verməyə başlayırlar və həqiqəti axtarmağın yerinə ətraflarında gördükləri əşyalara və yaranan düşüncələrinə həqiqət kimi baxmağa başladılar. O dedi ki, mənim 2 ayağım varsa, 2 qolum varsa, mən deməli insanam, Adəm övladı. Sən də Adəm övladısan, sən də. Onlar heyvandır, onlar bizdən fərqlidir, bizdən aşağıdır, biz onlara qalib gəlmişik 1000 illər ərzində. Avstraliyaya baxa bilərsiniz. Ora gedən insanlar nə elədi? Təbii faunanın 90% məhv oldu aradası. Kengurulardan, koalalardan başqa demək olar ki, heç deyəsən emu quşu da qalmadı. Dodo quşu da var idi, Madagaskarda onu da öldürdülər. Biz buyuq. Yəni insan özünə insan dedi. İnsan insan deyil də, insan özünə insan dedi və özünü adlandıraraq özünü digərlərindən, yəni fərqləndirdi. Özünü heyvanlardan ayırdı, bu bir. İkincisi də ki, özünü kosmosdan ayırdı və düşündü ki, artıq insan belə dünyaya baxmağa başladı. Özü və digərlərini də buna inandırdı. Ki, bu mənəm, bu isə ətraf aləmdir. Bunlar mənim yaxınlarımdır, dostlarımdır, qonşularımdır, sevdiklərimdir, ailəmdir. Onlar isə mənə lazım deyil. Və egoizm yayıldı. Siz Sigmund Freud'in Totem və Tabu əsərini oxusa, siz görəcəksiniz ki, insanlar əvvəllər rahat-rahat digər insanları öldürə bilmirdi. Bir qəbilə gedib başqa qəbiləni öldürməyə çalışanda bilirsiniz nə edirdi? Öldürürdü, gəlirdi, həmin o meyidləri gətirirdilər. Birincisi yemək yemirdilər, ikincisi tək qalırdılar. Təmizlənmə prosesindən keçirdilər insanlar. Ki, mən onu öldürdüm, onun ruhu gəlib məni cəzalandıracaq. Yəni, primitiv inanclar fəlsəfəsini öyrənən insanlar bilir ki, bu belədir. Sigmund Freud Totem və Tabu kitabında rahat şəkildə bizə başa salır ki, Allaha inam, qorxu və s. şeylər necə yarandı. Və incest dediyimiz həmin bu tabu da necə yarandı, o kitabda bu haqda deyilir. Deməli, nə baş verdi? Bunlar gördü ki, biz get-gedə daha mürəkkəbləşmiş bir fəlsəfələr yaratmağa başladıq və bu fəlsəfələrin içində hər zaman insan ayrıca qalırdı. Amma qədim dövrdən biz heyvanlar içində yaşamışdıq deyə, həmin bu heyvanlar bizim tanrılarımıza çevrildi. Yəni, bu ayrıca böyük bir mövzudur. Mən bu barədə, yəni, kimsə istəsə şərhdə yaza bilər, mən danışa bilərəm bu haqda. Totem və Tabu kitabından və bizim reallığımızı daha dəqiq, yəni sosial-ictimai variantın köklərini daha dəqiq bilmək üçün, bunların, bu nəsnələrin necə yarandığını anlamaq üçün Friedrich Nietzsche'nin Mənəviyyat genealogiyası kitabını və Sigmund Freud'in Totem və Tabu kitabını oxumaq məsləhətlidir. Oxumaq istəmirsinizsə, mənim bu barədə danışmağımı istəyirsinizsə, kanala abunə olmaq lazımdır ki, heç olmasa 50 abunəçi olsun və canlı yayım açmaq olsun. Bu bir. İkincisi də ki, mən özüm sizə bu haqda danışa bilim. Mənim özümün danışması mənə elə gəlir ki, daha yaxşı olacaq ki, siz çox şey daha dəqiq, səlis anlayacaqsınız. Və insan özünü ayırdı gerçəklikdən. İnsan nəyi yaratdı? İnsan mənlik olduğuna inandı. Və belə-belə yaranılan konseptual fikirlərdən bilik yaratmağa başladı. Bu biliyi də özündə mənimsədi, sonra digərlərini ötürməyə başladı. Və nə oldu? Bilinç. Bilinç türkçə şuur deməkdir, düzdür? Psixoloji şuur sadəcə bilikdir. Şuursuzluq, arxetiplər, bunlar da bilikdir. Yəni, sən indi oturmuşsansa, deyirsənsə ki, mənim qədim Misirdən xəbərim yoxdur. Sənin bu psixoloji şuursuzluğunda qədim Misirdən, Atondan, Radan, Isidadan, Sexmetdən, bax bu tanrıların, tanrıçaların hamısından məlumatlarım var. Başa düşdün? Şuursuzluqda var. Şuur altıda isə sadəcə
bizim öz içimizdə, yəni Carl Gustav Jung'un kölgə dediyi, qəbul etmədiyimiz şeylər var. Biz qəbul etmədik onları. Məsələn, sən tərbiyəli olmağa öyrədilmisən. Carl Gustav Jung bunu dağıdır, bu düşüncəni. Biz sosial-ictimai düşüncə belədir ki, sən bu yaxşıdır, bu pisdir. Amma belə bir şey yoxdur. Sən yaxşısansa, o pislik aradan qaldırılıb. Sən pissənsə, o yaxşılıq aradan qaldırılıb. Bunlar səndə var. Kölgə haqqında öyrənmək istəyən təbii ki, bunu da oxuya bilər. Carl Gustav Jung və onun kölgə ilə işləməsi haqqında. Təbii ki, şeyə girə bilərsiniz. ChatGPT-dir, Gemini-dir və s. sosial süni intellektlərdir. Onlara müraciət edin. Onlar sizə daha dəqiq, səlis şəkildə bunları başa salacaq. Gic-gic insanları, hətta tarodur, başqa şeylərdir. Məsələn, tale matritsasıdır və s. Onlara müraciət edin, onlar sizə başa salacaq. Nə edirsiniz bu insanlara gedib pul verməyə? Hə? Süni intellekt çox insandan daha ağıllıdır. Düzdür, həqiqəti tam dəqiq bilmir, amma məlumat baxımından insanlara müraciət eləməyin yerinə elə ona müraciət eləmək daha yaxşıdır. Deməli, bu şuur yığıldı, bu şuur mənliyə gətirdi ortaya. Və baxın, əgər bir insan dünyaya gəlirsə və insanlar içində yaşamırsa, o nə olur? Şuur, bilinc ona keçirilmir, düzdür, və o heyvan olur. Aylar arasında yaşayırsa, ayı, şirlər arasında yaşayırsa, şir, yəni kopyalamaq prosesi var. İnsan övladında çox yaxşı şəkildə təqlid etmək, kopyalamaq, rol oynamaq, aktyorluq eləmək qabiliyyəti var. Düzdür? Bunlar bizdə var. Əsil şuur isə ruh dediyimiz, dinlər bu haqda deyir, dinləri ruh dediyi əsil şuurdur. Bu bilik deyil, bu hər zaman Dzogchen demişkən, yəni böyük Tibet budizmində böyük kamilliyi adlandırdığımız Dzogchen deyir ki, şuur Allahdır, zehindir. O hər şey əks edir. Təsəvvür edin ki, bax, o güzgüdür. Onlar burada güzgü gəzdirir. Məsələn, Namkay Norbu adında böyük bir ustad var idi. O burada güzgü gəzdirirdi. Simvol, Dzogchenin simvolu olaraq güzgüdür. Nədir bu? Yəni, sənin şuurun güzgüdür, tərtəmiz güzgüdür. Nə əks etdirilirsə, nə baş verirsə, onun içində baş verir. Enerji olaraq 3 kaya dediyimiz, məsələn, Samkhagakaya, Nirmanakaya və Dharmakaya dediyimiz kayalarla, kayilərlə yaranılır hər şey. Enerji. Bu, şuurun özü ilə oynamasıdır. Dzogchenə görə indi baxın, görün bunu necə gözəl bir başa salmadır. Deyir ki, həyat öz-özünə mövcuddur. Vəssalam. Hər bir şey öz-özünə baş verir. Yəni, baş verməyə bilməzdi, olmalıydı. Amma bizim həyatımızda baş verən bütün proseslər nədir soruşsaz, Dzogchen deyəcək ki, bu sadəcə karmadır. Karma nədir? Səbəb-nəticə əlaqələri. Yəni, sən 10 il əvvəl düz qidalanmamısansa, bugün bunun nəticəsini görəcəksən və deyəcəksən, ay Allah, bu niyə belə oldu? Bu da eyni şeydir də, yəni, o bir həyatdır filan. O bir həyat, bu bir həyat arasında məsafə yoxdur. Məsafə yoxdur. Saniyə içində baş verir. Saniyə içində baş verir. Və siz indi digər reallıq budaqlarının fərqində olsaz, görəcəksiniz ki, siz bir şuur olaraq müxtəlif sayda reallıqlarda yaşayırsınız. Və hər zaman küçəyə çıxsaz, daha aydın həqiqət ondan ibarətdir ki, gördüyünüz insanlar sizin şuurunuzdadır. Niyə görə deyirlər ki, hər bir şey sənin içindədir? Baxın, hansı insanı görürsünüz, ona qarşı bir agresiya hiss edirsiniz. Düzdür? Bu agresiyanı harada hiss edirsiniz? Öz içinizdə, düzdür? Siz yalnız o insanın obyektiv olaraq onun öz subyektiv reallığında nə olduğunu bilə bilməzsiniz. Siz yalnız öz subyektiv reallığınızda, ona görə deyirlər ki, obyektiv reallıq yoxdur, yalnız subyektiv reallıq var. Onun
necə birisi olduğunu daxilən hiss edə bilərsiniz və ona qarşı öz içinizdə yaranılan münasibəti siz görürsünüz. Siz onun özünü görmürsünüz, onun necə birisi olduğunu görmürsünüz. Siz, bax bu, dərk etmə var ha, dərk etmə, hiss eləmə. Bu hər bir insanda individualdır. Hər bir insanın individual şuur axını var. Məsələn, sən məni belə görürsən, başqa bir insan eyni şeyə baxırsınız, eyni videoya baxırsınız, amma sənin üçün bu rəng başqadır, onun üçün bu rəng başqadır. 1% olsa fərqlənir. Yəni, hər bir insan individual şuur axınına sahibdir. Bu da ki, karmaya əsasən müəyyənləşdirilir və hər bir insan bunu elmdə sübut edir ki, öz beyninin yaratdığı illüziyaların içində yaşayır. Və şuur isə nədir? Azadlığın təbliğatçısı. Şuur heç nəyə toxunmur. Onun içində hər bir şey baş verir. Təsəvvür elə, bax bu ekrandır da, düzdür. Sən bu ekranda görürsən, ha, bu ekranı. Sən bu ekranda nə isə ayırd eləyə bilərsən. Sən deyə bilərsən ki, bax bura buradan fərqlidir. Hə? Cıra bilərsən onu. Cıra bilərsən, ayırd eləyə bilərsən, ekranın içindən çıxardıb parçalaya bilərsən. Hə? Ekranı dəyişdirə bilərsən. Bunun içindən bunları çıxardıb ayrıca mövcud saxlaya bilərsən. Ayrıca reallığa apara bilərsən. Eləyə bilməzsən. Şuur da ekran kimi, güzgü kimi bir şeydir. Onlarda güzgü müdrikliyi var. Yəni hər bir şey güzgüdə əks etdirilir. Şuur güzgü kimi bir şeydir. Tərtəmizdir, ona heç nə toxunmur. Heç nə ona toxunmur. Hər şey sadəcə əks olunur. Baxın, bu nə deməkdir? Qısa, sadə dildə başa salıram. Daha dəqiq öyrənmək istəyən təbii ki, şərhdə yaza bilər və yaxud da ki, onu maraqlandıran bir məlumat varsa yaza bilər. Baxın, sizin içinizdə yaranılan emosiyalar, düşüncələr, fikirlər hamısı determini olunub və sizin bu dünyadan aldığınız məlumatlarla və karmayla, təcrübənizlə determin olunub. Yəni, əgər sən, məsələn, qədim Misir haqqında məlumatlar almamısansa, oxumamısansa, Ölülər kitabını oxumamısansa, sənin ağlına o haqda fikirlər gəlməyəcək. Məsələn, sən müsəlmansansa, sənin ağlına fikirlər bu haqda gələcək. Başa düşdünüz? Amma şuursuzluqda hər şey sənin içindədir deyə bunlar səndə var. Sən hansısa kitabı oxuyanda, məsələn, Quranı oxuyursan, Ölülər kitabını oxuyursan, Dhammapada, Lunyuydu, nə bilim, başqa şeyləri oxuyursan, sən əslində o kitabları oxumursan. Sən İncili oxuyanda özünü oxuyursan, özünü oxumuş olursan. Başa düşdünüz? Sən özünü oxuyursan, ha? Sən kitabı oxumursan, sən özünü oxuyursan. Öz şuurunun özünü tanıma qabiliyyəti ilə tanış olursan. Anladınız mı? Şuur elə bil mətnlər vasitəsilə özünü azca da olsa tanımağa çalışır. Amma hər zaman ağıl ortaya girir və bunları başqa formatda analiz edir. Bizim mənliyimiz yoxdur. Şuur sadəcə hər şeyi əks etdirir. Bədəndə, bax, bütün bunlar hamısı güzgüdədir də, ekrandadır. Sənin içində baş verən bu, ortaya çıxan fikirlər, emosiyalar da bədəndə olan hormonal sistemdən asılıdır. Endorfin, dopamin, oksitosin, adrenalin, noradrenalin. Bunlar hamısı şuurda əks olunur. Yəni, sən öz diqqətini yönəldib öz içində onların mənbələrini tapsan, görəcəksən ki, orada heç nə yoxdur. Sən öz içinə diqqəti yönəldib özünü araşdırsan, özünü dərk eləmək nə deməkdir? Özünün içində mənliyinin, özünün nə olduğunu dərk eləməkdir. Diqqətini yönəldib araşdırsan, sən görəcək. Bunu eləmək istəyirsinizsə, təbii ki, mənim köməyimlə istifadə eləyə bilərsiniz, mənə müraciət eləyə bilərsiniz ki, mən sizi yönəldə bilim. Sən görəcəksən ki, sənin içində heç nə yoxdur. Sizinlə indi danışan insanın içində bir mənlik yoxdur. Hər şey öz-özünə baş verir.
Ağzımdan çıxan sözlər öz-özünə çıxır. Mən belə öz-özünə otururam. Bədən qərar verir ki, belə oturum, tərpənim, belə eləyim, elə eləyim. Mən kiməm burada? Mən deyə bir şey yoxdur. Söhbət mən heç kiməmdən getmir ha. Mən deyə bir şey yoxdur. Ona görə də cənnətə kim gedəcək? Heç kəs. Cəhənnəmə kim gedəcək? Heç kəs. Məsuliyyəti kim daşıyacaq? Heç kəs. Çünki sən düşünürsən ki, şuur var, deyirsən, şuur var, yaxşı. Amma mən buradayım, mən həyatı yaşayıram. Sən deyə bir şey yoxdur. Sən düşünürsən ki, bu həyatda yaşayırsan, məsuliyyət daşıyırsan. Bunu ağıl düşünür. Mən düşüncəsi digər düşüncələrdən fərqlənmir. Sadəcə, məsələ ondadır ki, sən coachlara baxırsan Azərbaycanda, psixoloqlara baxırsan, xoşbəxtlik axtarırsan, tale matritsasından danışırsan, ezoterikadan danışırsan. Məsələn, müşfiq kimi filosoflara qulaq asırsan və düşünürsən ki, Allah var, Allah sənə köməklik eləyəcək, Allah belə eləyəcək. Sən aciz olmağı seçirsən. Sən özünü dərk eləməyi seçmək istəmirsən. Sən öz içinə baxıb orada heç bir mənliyin olmadığının fərqinə varmaq istəmirsən. Mən azad olmaq istəyirəm düşüncəsində mən deyə bir şey yoxdur. Ona görə azad olmağa bir kəs yoxdur. Mən dünyaya gəlmək istəmirəm düşüncəsində mən araşdırılası olsa görəcəksən ki, mən deyə bir şey yoxdur. Kim azad olmaq istəyir? Kim dünyaya gəlməmək istəyir? Heç kəs. Və ən əsası da sənin indi yaşadığın dönəmdə sən deyirsən, mən əzab çəkirəm. Sual verməlisən. Bu mən kimdir? Əzab çəkən kimdir? Sən görəcəksən ki, əzab ağrı acı ola bilər, amma mən yoxdur. Mən yoxdursa, nə yoxdur? Həyatın sütunu yoxdur. Həyatın sütunu yoxdursa, bu həyatı daşıyan, bu həyata görə məsuliyyət daşıyan, bu həyatı öz çiynində daşıyan bir mənlik yoxdursa, deməli kim öləcək? Deməli ölüm yoxdur. Çünki heç kəs ölməyəcək. Bu onsuz da dağılmalıdır, məhv olmalıdır. Həyat onsuz da yaşanılır, onsuz da dəyişikliklər olacaq, fikirlərin dəyişiləcək, dünya görüşləri dəyişiləcək, kitablar oxunulacaq, proseslər baş verəcək, emosiyalar yaşanılacaq. Kamil insan deyə bir şey yoxdur. Ego deyilən, mən deyilən bir şey yoxdur. Kamilləşmiş mən yoxdur. Oyan ona görə. Sənə danışılan yalanları bir bax gör mən nə danışıram, həqiqətləri sənə çatdıram. Ona görə əsasən analiz eləməyə çalış. Yoxdur. Vəssalam. Bura yuxudur. Sən yuxudasan, yatırsan. Bura çox mürəkkəb, qeyri-adi və fantastik bir yuxudur. Bu yuxunun içində həyat elə eləyir ki, sən oyanmayasan. Ağlın, depressiya, əzab, nifrət və s. şeylər, mübarizə ona görə lazımdır ki, sən oyanmayasan. Bu qədər.